Keçmişdə bir kitab oxumuşdum ki, bu cümlə ilə başlanırdı. Bu kitabı yazmaq istəmirdim bir çoxlarının istəyi olmasaydı. Demişdim bu sözlərin yazılması faydasız ola bilər. Amma yazılmaması necə? Bəlkə deyilməmiş bu sözlər bir gün işə yaradı. ...80-ci illərin sonları dövlət vasitəsilə inşa edilən hündür mərtəbəli binalar və daxildə istehsal olunan avtomobillər Bakı şəhərinin simasını dəyişdirmişdir. Şəhərdə ənənəvi yadigarlar və modern həyat bir-biri ilə birləşib və Sovet Azərbaycan vətəndaşlarının həyatını bəzəyib. Bakı şəhərinin hər bir yerində insanın diqqətini çəkən incəsənət əsərlərini görmək olur. Ən parlaq əsərlər sırasında Bakı teatrlarını və zaman keçdikcə daha da mükəmməlləşən kinoteatrlar yerləşir. Gündə qulağımızın dibində min güllə atılır. Heç bilmirik sabaha sağ çıxacaq ya yox. Sən də hara gedirsən bu mütrüf paltarların özü ilə daşıyırsan. Qorxmursan ki sabah şenliyin içində səni hoyda-hoydaya salıb biyabır eləyərlər? Teatr vaxtıdır indi. Sən belə şeyləri qanmazsan yoldaş Mir Paşa. Sən tüfəngindən çox indi kəndə mədəniyyət lazımdır. Teatr mədəniyyətin birinci pilləsi. Kinoteatr Azərbaycanda uzun tarixi keçmişi olan misilsiz əsərlər yaratmağa nail olmuşdur. İzləyicilər yaxşı xatırlayırlar ki, ənənəvi insanların həyat tərzlərini çəkmək və onların müasir dövr insanları ilə üzləşməyi bu filmlərdə ən bəyənilən mövzulardan biri idi. Cadıdır. Bəs nədir? Duvarı yazdırmışam üstümə gülü gətirməyəsən. Necə? Kommunist fikri ilə uyğun olaraq bu filmlərdə ənənəvi insanlar sadə və ağılsız göstərilərək xan və molla tərəfindən əsarətə çəkilmiş şəxslər kimi təqdim olunurdular. Mollalar isə yalançı, talancı və fırıldaqçı şəxslər kimi göstərilirdilər. Dünyanı bədbəxtlik hər tərəfdən əhatə edibdir. Bunun ümdə səbəbi günü-gündən artmaqda olan məziyyətlərin vücudidir ki, ibarət olsun bolşeveylərin övrətlərinin sahibsiz qalmağından. Zühur et ey sahibəz zaman! Filmlərin bir neçəsində qədim nəslin nümayəndəsi olan molla fars dilinə maraq bəsləyən, ana dilinə isə düşmən kimi təqdim edilibdir. ای نسیمی چمنی جان ببر رایحه روضه ریزبون ببر هر که به سرچشمه دانش رسی آب حیاتی ابدی را چشی. Senaridə açıq danışılmasa da, əlbəttə məqsəd aydındır. Lakin yaşlılar gənclərə başqa hekayələr danışırdılar. Bu dağların arxasında sizin qohum əqrabanız var. Amma sual yaranırdı. Niyə qohumlarımızdan xəbərimiz yoxdur? Və yaxud nədən onlar bizi yad etmirlər? Həmin günlərdə Qızıl Ordu qoşunlarını Əfqanistandan geri çəkdi və Azərbaycanda bir çoxları xəbərləri radiodan dinləyirdilər. Lakin radiodan ilk dəfə qərbə bir səs eşidildi. ضمن عرض تسلیت به مناسبت ایام عزاداری sizdən dəvət edirəm, bizim bərnaməmizlə həmrah olasınız. O qərbə səs həmin qohumları qərbə şəkildə təqdim edirdi. O göstərdiyi İran heç kommunistlər deyən İrana oxşamırdı.
Bakı Radiosu Təbrizdə ana dili danışan şəxsin dilini daldan çəkilməsini desə də, Təbriz Radiosu ana dilində mahnılar və nöhələr efirə çıxarırdı. Onların mollası da ana dilində danışırdı. Ey qəmər bəni Haşim bir cibhələrə bax, yaralılarımız var ey. Bakıda Təbriz Radiosunun dinləyiciləri günü-gündən artır, hətta kasetlərə yazıb paylaşırdılar. Bir sıraları isə onu bir propaganda kimi hesab edirdilər. Həmin günlərdə Təbriz Radiosundan kədərli bir xəbər yayıldı. Dildə zikr eyləyən Allah sözünü ay bu zarabə, qorxudan qərbilən şərqin gözünü ay bu zarabə. İnqilabın ağacın qan ilə gəddin, bara getdin, bizi qoydun gözü yaşlı, sənə qurban hara getdin. İmam Xümeyni dünyasını dəyişdi və İran matəmə büründü. İmamla vida mərasimində milyonlarla insan iştirak etmişdi. Xalqın geniş iştirakını tamamilə çəkmək mümkün deyil idi. Onlardan biri çox uzaqlarda deyil. ما یه دفعه مواجه شدیم مثلا با اومدن صدها نفر یعنی پر میشد به اصطلاح نمایندگی از جمعیت، خیلی هم خوشایند به اصطلاح حکومت وقت نبود. خمینی سبت رسول مصطفی سن ائمه خلفی علویler شرفی روح و صلوات سلام. ولی مردم خیلی استقبال کردن و اظهار نگرانی کردن و ما هم ناچار بودیم که مردم رو بپذیریم و پاسخ بدیم که الان ما این اتفاقی که افتاده اتفاق غریبی نیست، اتفاق برای انبیا هم میفته. پیش خداdır bugün. مهدی صاحب زمان صاحب ازاdır bugün. از مناطق مختلف، از جاهای دور، از گنجه، از جلیل آباد، از نمیدونم آستارا، از جاهای مختلف روحانیت های محلی و غیر رسمی و مردم مؤمن و عرض کنم مسلمان می اومدن اظهار به اصطلاح تأثر میکردن، تسلیت میگفتن. برای مراسم هفتم امام تصمیم گرفتیم طبق روال معموله اونجا توی مسجد، البته به روال معموله اونا که میومدن چون سالن اجتماعات اینا نداشتن چادر میزدن و تو چادر برای ما خب مناسب نبود. بعد رفتیم گفتیم که میخوایم توی مسجد برای اینها چیکار کنیم، به اصطلاح برای حضرت امام ختمی بگیریم. مخالفت کردن، مخصوصا رئیس اداره روحانی گفت از نظر سیاسی برای ما مسئله داره، فلان داره، این حرفا. ما گفتیم آقا مثلا شما حضرت رهبر ایران رو بذار کنار، به اندازه پدر و از پدر برای ما که اینجا شهروند اینجا محسوب میشیم، ویزای اقامت داریم و این حرفا برای ما مهمه، با اکراه پذیرفتیم. به اصطلاح گذاشتیم دیگه، ما دیدیم که جماعت خیلی مفصلی آمدند و تو این مراسم شرکت کردن. هیچ یادم نمیره یکی از این روحانیون که اجازه هم نمیدادن حرف بزنه، اون کسی که مزاحمش شد رد تخت سینه شد رفت بالای منبر مفصل صحبت کرد و هر صحبتی میکرد هی میگفت و اسم امام رو میآورد و گریه میکرد. میگفت خمینی با کشور ما، با دین ما آن کرد که حسین ابن علی با اسلام کرد. ما مرده بودیم، نابود بودیم، ما از نو
بلند شدیم، از نوع شخصیت پیدا کردیم. در روستاهای اطراف باکو هم و در شهرستانها هم بود این مسائل، منتها ما دسترس ما نبود. بعداً برای مراسم 40 امام و یکی دو جا ما رو یکی دو روز با فاصله ما رو دعوت کردن و ما هم رفتیم، بعضیشو دیدیم. Bu xəbərlər heç bir qəzetdə işıqlandırılmadı. Amma Sovet rəhbərliyi İran xəbərlərini xüsusi diqqətlə izləyirlər. Moskva radiosundan bir xəbərin yayılması nəticəsində Bakıdan bir sıra insan özlərini Moskvaya çatdırdılar. Прибыл председатель собрания Исламского совета, исполняющий обязанности Верховного главнокомандующего вооруженными силами Исламской республики Иран, Али Акбар Хашеми Рафсанджани. На Внуковском аэродроме его встречали товарищи Шеварднадзе, Лукьянов, другие официальные лица. Rəsmi səfər bir neçə müqavilənin imzalanması ilə sakitcə sona çatdı. Bu kadrlar dövlət televiziyasından yayılır. Mr. Shevardnadze, sorry, I will speak English. Oh, is a Farsi translator. Salam alaikum. بفرمایید بهشون که سفر آقای هاشمی رفسنجانی به مسکو به چه صورت برگزار شد. Как прошел визит господина Рафсанджани в Москву? Moskvanın Qızıl Meydanında bir neçə nəfər şüarlar səsləndirməklə İran heyətinə yaxınlaşmağa cəhd eləyirlər. Amma məmurlar mane olur. İran diplomatlarından biri onlara bir yazını çatdıra bilir. Amma yazıda nə qeyd edilmişdi? Şəhərinizə geri qayıdın, yaxın zamanda qonağınız olacaq. Ələkbər Haşimi Rəfsəncani bugün xüsusi reyslə Leningraddan Azərbaycan paytaxtına gəlmişdir. İran İslam Şurası Məclisinin sədri Haşimi Rəfsəncani aeroportdan Zaqafqaziya Müsəlmanları Ruhani İdarəsinə gəlmişdir. Rəfsəncani dini etiqadı olan müsəlmanları salamlamış, ölkələrimiz arasında xoş niyyətli və xoş məramlı münasibətlərin inkişafına xeyir-dua diləmişdir. Bakı televiziyası verilişini davam etdirir. Azərbaycanda xalq hərəkatı qalib gəldi. Və bizim tariximizə bu 21 Azər neysəti kimi daxil oldu. Quru yerdə milli hökumət yaranmışdı. Mən deyərəm ki, bütün Azərbaycan xalqı ayağa qalxmışdı. Azərbaycan xalqı elə həmişə üsyan vəziyyətində olubdur. Təbrizdən danışır Təbriz sözlərinin eşidilməsi bütün Qərbə vəziyyət yaranır. Niyə belə bir məqamda belə bir veriliş efirə gedir? Sanki Sovet televiziyası bir sıra xəbərləri örtbasdır etməyə çalışır. به نام خدا و با سلام خدمت شما بینندگان محترم. از استودیو تلویزیون باکو مرکز جمهوری آذربایجان شوروی خبرهای مربوط به سفر آقای هاشمی رفسنجانی به اتحاد جماهیر شوروی را به اتفاق همکارم به آگاهی شما میرسانم.
ایشون تشریف آورد باکو، مردمم از منابع غیر رسمی و اینا چون خبر نیومده بود که قراره بیاد، یه دفعتاً جمهوری مواجه با این شد که آمدن و ولی با تمام اوصاف استقبال خیلی گرمی شد و ایشون ظهر رسوند خودش رو به مسجد تازه پیر و در اونجا امام جماعت شد و نماز جماعت خوند. من حقیرم عرض کنم که مکبر ایشون شدم و عرض کنم که بعد رفت بالای منبر صحبت کرد، ترجمه‌اش هم من به عهده گرفتم. ایران اسلام انقلابının rəhbəri rəhmətə getməsi sizə təsliyyət edir. Biz çox sevindik ki, Sovet rəhbərləri belə bir şərait yaradıblar ki, biz indi bu açıq surətdə elə biləcəyik sizlə söhbət aparaq. در گذشته ما چنین عشق و علاقه‌ای داشتیم ولی سیاست کشور ما چنین اجازه‌ای رو نمیداد. Geçmişlərdə də belə bir əlaqələr bizdə vardı. Lakin sizin geçmiş rəhbərlərdə belə bir maraq yox idi, belə bir icazə, belə bir şərait yaratmağa imkan verilmirdi. در صحبتی که ایشون کرد گفتش که من میدونم شما علاقه‌مند به سفر زیارت حضرت رضا هستین و من سعی میکنیم که یه جوری تأمین کنیم که شما بتونید سفر زیارتی در آینده خیلی نزدیک داشته باشید که با هیجان مردمی که استقبال اومده بودن مواجه شد. siz Müslüman qardaşlarınızla İranda necə edəcəksiniz mədəni əlaqələr və iqtisadi əlaqələr yaradasınız. زیر سایه قرآن و اسلام ما میتونیم وظایف برادریمون رو نسبت به همیشه عمل کنیم. Və İslam bayramının arxasında, altında necə edəcək ki, müsəlmançılıq borcumuzu yerinə çatdırır. Ayrı düştük, aylar öttü, il oldu. Eşkim sensiz bir çağlayan sel oldu. Təxminən 50 il bundan əvvəl Sovet sərhədçiləri bu səslə ağlamağa başladılar. Bu səs İranlı bir qız uşağının səsi idi ki, xanəndə olmaq rüyasını gerçəkləşdirmək üçün uşaqlığında Bakıya getmişdir. Amma Sovet sərhədçiləri onun İrana qayıtmasına heç vaxt icazə vermədilər. Rübabə ötən yüzildə Sovet Azərbaycanına köçən və orada yaşayan minlərlə İranlıdan biri idi. Mühacirət həyatı yaşayanların bir sırası siyasi cinayətkarlıqda ittiham olunurdular. Yaşasın Azərbaycan kəndlisinin azadlıq yolunda apardığı mübarizəsi. Amma bir çoxu isə qışda Bakı neft təsisatlarında işləmək üçün buraya gələn fəhlələr idi. Bəlkə buna görə bu ölkə mətbuatında İran hadisələrinə xüsusi diqqət çəkilirdi. Amma iki ölkə arasında əlaqə yaradan vasitə yalnız bu deyil idi. İran padişahlığı 200 il bundan əvvələ qədər Qafqazda bir çox ərazilərin sahibi idi. Bu ərazilər Rus ilə İran arasında 25 illik müharibələrdə işğal olundular. در دوره شوروی با به عنوان نوعی حرکت آزادی بخش تلقی می‌کردند. یعنی میگفتند مقامات تزاری لطف کردند و این نواحی رو گرفتن با یعنی کاملا نگاه استعماری، البته با رنگ و روی سوسیالیستی و تقسیم جهان به دو قطب مترقی و ارتجاعی و تقریبا بحثشون این بود که لطفی شده و وارد یک جهان متمدن شدن. Bu müharibələrin həqiqətləri və İran rəvayəti heç vaxt gələcək nəsillər üçün çatdırılmadı. Və bu torpağın igid oğullarının yaratdığı qəhrəmanlıqlar İran kitabxanalarının tarixi səhifələrində yadigar qalmışdır. Qafqaz müsəlmanlarının əlifbası dəyişdiriləndən sonra tarixi həqiqətlər başqa cürə təqdim edildi. Bu təqdimat anti-din و anti-İran üzərində qurulmuşdur. باور کردن که
چی؟ اینا گویا آذربایجان یک کشور مستقلی بوده است، دو امپراتوری عرض کنم روس و ایران. اینا اومدن چیکار کردن؟ وسط اره کردن، نصف کردن و ما باید مثلا مثل آلمان مثلا اینها با هم متحد بشن، یا مثلا ویتنام با هم باید به هم بچسبن. برایش هم شاخه‌های مختلف، انواع فیلم، انواع شعر، انواع ادبیات، انواع داستان و رمان، انواع نمیدونم تئاتر، تا تونستن اینو تبلیغ کردن. Kommunistlərin propagandası təkcə kitablara məhdudlaşmırdı. Anti-din və anti-İran siyasətləri Sovet Azərbaycanının incəsənət əsərlərində də özünü göstərirdi. Propaganda o qədər irəlilədi ki, tarixə qarşı çıxdı. Keçmiş qardaşlığı düşmən və yeni işğalçıları qardaş kimi təqdim etdi. Lakin hələ qardaşlıq mənası bu xalqın arasında nəfət çəkir və bu məna özünü dar günlərdə göstərir. 1989-cu ildə İranın şimalında dəhşətli zəlzələ baş verir. زلزله رودبار که اتفاق افتاد، اتحاد شوروی کمک‌هایی رو به زلزله زدگان انجام داد و در اخبار خودش هم نشون داد. از اون طرف ارامنه هم به اصطلاح کمک‌هایی فرستادن برای زلزله زدگان. همچنین آذربایجان هم تشویق شد، اینها هم کمک‌هایی فرستادن. Bu zamanda propaganda sahibləri təxribatlarını davam etdirirlər. Moskva radiosu İrəvandan göndərilən yardımlar haqqında geniş məlumatlar verir. Amma Bakıdan göndərilən yardımları işıqlandırmaq istəmirlər. ما هی مراجعه می‌کردند و اعتراض می‌کردند و بعد ما به اینا میگفتیم که شما می‌دونید ما ایرانیم. تلویزیون مسکو در اختیار ما نیست. اونها هم برای خودشون سیاست خاص خودشونو دارن و ما کاری نمیتونیم انجام بدیم. هرچی توضیح میدادیم هم این به اصطلاح قانع نمیشدن. یکی از این به اصطلاح مسئولین یه برنامه‌ای بود به نام برنامه دالغا موج. اینا اومدن به من مراجعه کردن که ما شنیدیم که قصه اینجوریه، شما میتونید مواضع خودتون رو به ما بگید. گفتم من میگم مواضعمون به شما، منتها شرط ما این هستش که شما هیچی از مطالب ما رو سانسور نکنید. Aziz tamaşaçılar, İran İslam Respublikasının Bakıdakı baş konsulluğundayıq. Müsahibimiz vitse konsul Mehdi Abbas Payidardır. میدونستم محور صحبت‌های اینا انعکاس کمک‌های ارامنه به زلزله زده ها و عدم en'ikası کمک‌های به اصطلاح Azərbaycan هست. Buradakı bacı qardaşlarımız və çoxlu İslam ölkələrində yaşayan əzizlərimiz, onlar özlərindən yaxşı münasibət bəsləyiblər və başı uca bu hadisəni keçiblər və necə deyirlər, bu hadisə ilə yanaşıblar. Ona görə də buradakı bacı və qardaşlarımızın köməkləri, mən indi buna diqqət çatdırmıram ki, burada mesela bəzi informasiya vasitələrində indi SSR üzrə necə münasibət bəslənir, o indi daxili məsələdir. اگر جایی منعکس نمیشه مسئولش به اصطلاح جمهوری اسلامی نیست. اونه که ما باید به اصطلاح قدردانی کنیم، در بالاترین سطح، در بهترین وجه تونستیم اینو انجام بدیم. Tehran cümə namazının bir imam cüməsi ki, hərdən namaz qılır o barədə, o cümə namaz qılır. Aya Haşimi Rəfsanjani bizim prezident, əziz prezidentimizdir. Aya prezident bu hadisədən sonra orada çıxışında, söhbətində bir nöqtəsi vardı. Deyir, bütün dünya bu barədə kömək elədi. Hər bir humanisti hissiyyat gözəldir. Amma ən gözəli bizim Sovet Azərbaycanında yaşayan bacı və müsəlman bacı və qardaşlarımızın köməyi. من هم به تبع از مقام معظم رهبری و به عنوان مسئول اجرایی کشور از همه کسانی که به هر نحو همکاری کردند، مخصوصا کسانی که به زحمت حاضر شدن، آمدن و رفتن در منطقه و کمک کردند به مظلومان ما و ریسک این سفر رو پذیرفتن، صمیمانه تشکر میکنم و امیدوارم که این موج احساسات انسانی در دنیا همیشه زنده باشه و رشد کنه و به جاهایی که نیاز دارن همیشه
کمک بشه و مخصوصا من از یکی از بخش‌های کمک‌های خارجی سخت تحت تأثیر قرار گرفتم که خوبه عرض بکنم. این شیوه کمک برادران ما در آذربایجان شوروی و بخش‌های اسلامی شوروی است که میدونید تا به حال 12-13 کاروان مثل شهرهای خود ما اینا اومدن به کمک. البته همه زیباست اما این خیلی زیباست، درست مثل شهرهای حزب اللهی خودمون. مردم گندمشون رو، برنجشون رو، لباسشون رو، پتوشون رو، همینایی که داشتن جمع میکنن، یک کاروان درست میکنن، راه میفتن، میان تا منطقه و تحویل میدن و برمیگردن. Qardaşlıq səsləri ucalarkən 70 illik qıfıllar bir-bir sınmağa başladılar. Azərbaycan üssü, eşidirsən? Salam aleyküm. Aleyküm selam. Xoş gəldiniz. Sağ olun, çox sağ olun. Adın nə mənədir sənin? Hüseyin. Familin nədir? Fattayev. Nə üçün gəlmişdin İrana? Mənim İran vətənimdir, ona görə gəlmişəm. Mənim əziz torpağımdır. Famililər uzan var idi burada? Bəli, var. Görüşdünüz? Bəli, görüşdük. Biz çox şadıq. Biz çox şadıq, sağ olun. Siz də gəlin. Biz həmişə sizinlə bir olmaq istəyirik. Ona görə ki, biz müsəlman qardaşlarıq. Biz bir olmaq istəyirik, sağ olun. Çox sağ olun. Siz fikirləyirsiniz, qabaq niyə gələnmiydiniz İrana? Qabaq bizi buraxmırdılar, biz də gələ bilmirik. Azərbaycanın ağır xəbərləri çox zamanlardan sonra ilk dəfə vasitəsiz olaraq burada İranlılara çatır. Bugün Bakıda dünən saat 4 radalarında axşam gecənə Bakıda fövqəladə vəziyyət elan ediblər. Bizə çatdığımız məlumata görə hal-hazırda indiki 32 min Azərilər xəstəxanada yatırırlar və bir neçə 10 minlərlə adam həlak olunmuşdur. Sovet imperiyası son nöqtəsinə doğru gedir. Azərbaycan isə azadlığa doğru. Bu yürüş ürək dağlamaq və göz yaşı axıtmaqla birlikdədir. Azərbaycan xalqı bu yolla tək deyil və tək də qalmayacaq. Qara yanvar şəhidlərinin torpağa tapşırma mərasimində təkcə bir xarici qonaq iştirak edir. Həmin qədim qardaş. Bura dastanın sonu deyil. Çünki pərdə arxasındakı əllər hələ çox xatirələri silməyə çalışacaqlar.